Salam, hörmətli izləyicilər, axşamınız xeyir olsun. Saray qəsəbəsində 67 min manata 3 otaqlı ev satışa çıxarıldı. Paket kupçalı evdir. Yəni evin də kupçası var, torpağın da kupçası var. Yəni nəqd satışa yararlıdır, ipotekada yararlıdır. 3 otaqlı evdir, amma 6 podvallı kürsülü evdir. Mütləq gəl bu evə baxın. Demək, yerləşdiyi ərazi Saray qəsəbəsində Yetər Şallıq Sarayından arxa hissəsinə düşür. Birinci küçə yox, ikinci küçə. Yetər Şallıq Sarayının. Aptek var, Zəfəran aptek. Oradan da yol gəlir bura. Yəni belə hər iki tərəfdən yol gəlir, birləşir bu yola. 522 Sumqayıt marşrutu 50 metr məsafəsindən keçir. O 522 var, Sumqayıtdan gələn Tərlan marşrutu. O bu evin 50 metr məsafəsindən keçir. Su, işıq, qaz, sayğaclar hamısı yerindədir. Kanalizasiyası mərkəzidir. Bax, trapı da həyətdədir. Bax belə. Demək, evimizin bax belə. Hə, iki dənə maşın da, iki maşın daxil ola bilər həyətinə. Evimizin bu böhrünün də məsafəsi var, arxa tərəfdən də məsafəsi var. Hə, bu da evin podvalıdır. İndi axşam vaxtı buranı tam izah eləməyəcəm, amma bura aşağı düşüb ayaq üstə gəzmək olur. Yəni bax belə ayaq üstə gəzmək olur o podvalda. Hətta burada bir pəncərə qoyulub. Burada kombinin yeridir. Yəni kombi burada olacaq. Tarsovkadır, qıraqları qəşəng ağ kantlandır, görürsünüz. Pəncərələrimiz də ki, şəbəkə pəncərədir. Bax belə. Bunların hamısını izah elədim. 3 otaqlı evdə 67 min manatadır. 1, 2, 3, 4, 5, 6, 7, 8 daş. Harada 8 daş kürsülüdür. Ayaqqabıları soyunaq görək. Hə, deməli, bax bu evə gəlirik, indi bax göstərirəm. 67 mindən mütləq indirim eləyəcək. Bunu əvvəldən tez deyirəm ki, biləsiniz. Yaxşı indirim olunacaq. Siz gəlin, baxın bu evi bəyənin, qalan ev sahibi olacaq, qəşəng indirim eləyəcək. Bura koridorudur. Buradan klişə çıxmaq üçün yeridir. Qəşəng bax, paskalı laminat var. Görsün nə qəşəng laminatı var. Gəldik bura. Bura qonaq otağıdır. Bax, bura qonaq otağıdır, yəni zalıdır, baxın. Böyük bir zaldır, görürsünüz. Bir də izah edirəm, pəncərələr, şəbəkə pəncərədir. Kurqabı qoşadaş kubiklər tikilib. Bu ev kubiklər tikilib, altında 60-ın 40-a fundamenti var, yuxarıda da 20-nin 40-a kəməri var. İnşallah gələndə bunları görəcəksiniz. Qapıları qəşəng ağ qapılardır. Buradan da sonra mətbəxi var. Bu da mətbəxidir, baxın. Görürsünüz. Meyvələrsi keramika vurulub, aspiratorun yerinə qədər qoyulub, hazır vəziyyətdədir. Mətbəxi də yaxşıdır, böyüdür, geniş. Sonra burada bir yataq otağı var. Bax, bir yataq otağı buradadır. Hə, yaxşıdır. Yaxşı genişdir. Bir yataq otağı da buradadır. Bax, biri də buradadır. Bu nisbətən olursa, nisbətən biraz balaca otaqdır. Yəni, uşaq yataq otağıdır da bu. Bax, belə. Bu da sanitar qovşağı. Bu da sanitar qovşağı. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində Yetər Şallıq Sarayının arxa küçəsində, yəni Yetər Şallıq Sarayının yanında yox, arxa küçəsində. Yetər Şallıq Sarayının 2 küçə içəri. Zəfəran aptekin yanından da yol gəlir bura. 523 var, 522-dir. 522 Sumqayıt marşrutu. Tərlan yazılan marşrut düz evin 50 metrlik məsafəsindən keçir. Paket kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Qaz, su, işıq, sayğacları hamısı var, kanalizasiyası mərkəzidir. Bir də ən əsası, indi bu evə gələndə baxacaqsınız. Qupquru ərazidir. Yəni bu ərazidə nəmişlik ümumiyyətlə yoxdur. Niyə görə? Çünki bu ərazi hündür yerdir. Gələndə görəcəksiniz, sarayın ən hündür yeridir. 67 mindən də narahat olmayın. Ev sahibi buradaydı. Mən çəkilişə başlayanda dedi ki, baxsalar yaxşı indirim eləyəcəm. Mən dedim, yaxşı, yəni necə? Dedi, inşallah. Yəni elə indirim olunacaq ki, siz də bu evi alıb doldura biləsiniz. Allah da satanda xeyri versin. Sağ olun.